Salam, hər vaxtınız xeyir olsun. Biz növbəti evimizin santexnik işlərinə başlamışıq. Evimiz bina evidir. Sumqayıtda yerləşir evimiz. Radiator xəttidir və isti soyuq su xəttindən sanuzelimizə və sanitar qovşağına da verəcəyik. Gördüyünüz kimi işimizə start vermişik, başlamışıq. Ev remontlu olduğuna görə plintusun üstündən çəkilir. Görürsünüz, bax, divarların bax, o hissədən deşiklərimizi açmışıq. Bax, o hissədən borularımız gedəcəkdir. Radiatorumuz da açılıqdır. Xəttimiz bu cürünə gəlir. Bura qalın olduğuna görə, beton olduğuna görə bu divarımız deşik açmadıq ki, ola bilər almaturada da ilişərik. Ondan sonra yer pis qalar. Kolonun baş hissəsindən fırladıq ki, belə geçsin. Onsuz da xamutlar yaxından vurduğuna görə boru əyilmir, səliqəli görsənir. Görürsünüz, bura qədər çəkimçi var, divarımızı da bu cür deşirik. Nə bu divara zədə vurmuruq aboya, nə bu hissəyə, elə deşirik ki, turbanın razmerində olur. Betondur, bu divarda betondur. Radiatorumuz da otlaqdadır. Burada spanında gördüyünüz kimi bu hissəni çəkib tamamlamışıq. İndi gəlirik bura. Burada elənisinə çəkmədik ki, qapı açıla bilsin də. Buradan gətirib əyib 90 dərəcə ilə qapının altından gətirib belə çıxardacaq. İndi videonun axıra qədər izləyin ki, hissə-hissə çəkirik ki, videonu axıra qədər izləyin ki, görə biləsiniz. İş tamamlanandan sonra tam açıq aydın görünəcək. Kombimiz də o divardadır, buradan çəkəndə görünür. Videonu izləməyi unutmayın ki, əziz izləyicilər, işi gördükcə etap çəkiliş eləyir. Videolar bir-birinə qurlaşdırılır, paylaşacaq kanalda. Hələlik bu qədər, sağ olun.